Sərdab və Mingəçevirdə ümumilikdə 14 il icra başçısı olmuş Lütfəli Babayevin ailəsi bugün 2 milyon manatlıq dələduzluq qalmaqalının mərkəzindədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sabiq icra başçısı özü də şahid qismində ifadə verib. İttihama görə onun oğlu Babəli Babazadə xaricdə olarkən əmlakına etibar etdiyi şəxslər tərəfindən aldadılıb. İş üzrə əsas təqsirləndirilən şəxs Uniklinkanın baş həkimi Aruz Əliyevdir. O, Ehtiram Kərimov adlı digər tanışı ilə birlikdə Babazadənin 2 milyon manatlıq əmlakını sataraq pulunu mənimsəməkdə ittiham olunur. İddialara əsasən həmin dövrdə Babazadənin 1 milyona yaxın vergi borcu olduğu üçün o ölkədən çıxaraq Türkiyəyə gedib. Bu müddətdə isə özünün cərrah dostu Əliyevə notarial qaydada etibarnamə verib. Prokurorluq bildirir ki, Əliyev və Kərimov bu etibarnamədən istifadə edərək əmlaklarını satıb, vəsaiti mənimsəyiblər. Lakin təqsirləndirilən şəxslər ittihamları qəti şəkildə rədd edir. Əliyevin sözlərinə görə əmlaklar Babazadənin öz istəyi ilə satılıb və pul da şəxsən ona çatdırılıb. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır, məni şərləyir deyə sabiq baş həkim bildirib. Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.